30 il işğal altında olan və Azərbaycana qaytarılan Qazağın Bağanisayırım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinləri səyyar asan xidmətdən yararlanıblar. Həyata keçirilən bu təşəbbüsün məqsədi vətəndaşların rahatlığının təmin olunmasıdır. Birlikdə izləyək. Qazax rayonunda fəaliyyət göstərən səyyar asan xidmət çərçivəsində Aşağı Əskipara və Xeyrimli kəndinin sakinlərinə xidmət göstərilib. Belə ki, Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar. Şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün asan xidmətə müraciət etdim. Məni çox yaxşı qarşıladılar. Şəxsiyyət vəsiqəsi üçün mən müraciət etmiş, hamısını yerinə yetirdilər. Nə qədər sevincli olduqları titrəyən səslərindən bəllidir. Biz sevinirik nəhayət ki, 30 ildən sonra öz torpaqlarımıza qayıdırıq və bu münasibətlə də gəlmişik. Asan xidmətdə bizim vəsiqələrimizi hazırlayırlar ki, nəhayət ki, öz kəndimizə köçək. Sözü gedən təşəbbüs Qazax rayon icra hakimiyyətinin dəstəyi ilə gerçəkləşib. Məni çox gülərüz, mehriban, hörmətlə qarşıladılar. Nə lazımdırsa da sənədlərimin götürülməsinə, qəbul olunmasına köməkdarlıq edirlər. Heç bir rüsum ödəmədən, heç bir problem yaratmadan nəvəmin sənədinin sənədləşməsinə köməkdarlıq edədilər. Səyyar asan xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.